Что такое Matilda nə deməkdir? Ölkəmiz gözəldir və darıxıram. Gəl də Coşqun. Ceyhun. Pomidor yumurtanı biberlə yedim ya bibersiz? Biberlə. Niyə fərqlisən? Mən nə bilim. Ay Tufan, sənə nəsə onun dəxlisi var. Elə bir sən vurmusan. Get sən ağ vur. Mən qara vururam. Yaxşı eləyirəm. İpin göstərirəm. Əcəb eləyirəm. Nəsə dəxlisi var sizə. Deyib gülürəm, əl çəkmirlər məndən. Deyəm vəbşə. Tufan, bəli, sən ağ tax. Cazibədar görünmə Tufan. Sən ağ tax. Allah səni güldürsün. Bu 100% qızdır. Görürsünüz, qızlar mənə qəşəng sözlər yazır. Siz havalanan. Ay bacı, heç qızlara pis təsir eləmir. Oğlanlar gəlib yazır ki, bunun çiyninin biri niyə aşağıdadır? Qurub mən ölüm, paxıllığımı çəkirsənsə Tufan, get sən də bir dənə sarıçıqa giyin, düyməsini at, çiynini aşağı sal, gəz küçədə. Görüm sənə nətər baxacaqlar. Yan-yana gedək, görək sənə qəribə baxacaqlar, yoxsa mənə. Mənə baxan deyəcək, nə qəşəng arıq-marıq qızdır. Çiynini də açıb, forstana gedir. Deyəcəklər, ay da nə bu pedoq kimdir? Sən eləsən onu deyərlər. Mənə normal baxarlar. Bəli, mən dollar deyiləm, hamı mənə bəyənsin. Mən oğlanam. Bəs mən də onu deyirəm də, sən oğlansan, mən qızam. Mən bunu aşağı eləməliyəm də, sən eləməli deyilsən ki. Mən ürəyim belə istəyər, bunu aşağı eləyərəm. Ürəyim istəyər, belə eləyərəm. Ürəyim istəyər, qısa geyinərəm. Sən eləyəsi deyilsən, sən bir dənə şalvarın var, bir dənə koftan. Sənin bir şalvarın var, qardaş, bir dənə də koftan. Bir dənə də şortikiniz var, onu da sizə elə pis baxırlar ki, sağ olsun bu bibilər, dayılar. Onu da geyinəmirsiniz. Qızlar amma necə çox seçimi var. Ay Allah, qırmızı, sarı, göy, pəmbə. Qızlar bütün rənglərdə geyinir. Amma oğlanlar bütün rənglərdə geyinə bilmir. Qızlar hər cürə geyinilir. Buradan belə, buradan belə, buradan belə. Nə bilim, çiyinin biri açıq, ikisi də açıq, hamısı bağlı. Qısa, şortik, mayka, kupalnik. Qızlar geyinir. Oğlanlar yazıq. Dənizə gedəndə şortik, marketə gedəndə də şortik, yayda. Qışda da bir dənə şal var, bir dənə kofta, valalar, hamısı qapalı. Kimono buradan geyinənə də pis baxırlar, Valla mən elə görmüşəm. Buradan geyinənə mən baxıram belə. Ay Allah, buna bax, qollarını qoyub çöldə gəzir, kişi deyir. Köhnə fikirli qızam mən. Mən oğlanım icazə vermərəm. Qolu belə geyinsin. Mənə ləzzət eləmir. Mənim xoşum gəlmir. Mən qısqanc adamam. Mən oğlanıma nə şortik icazə verirəm, nə də belə geyinməyə. O oğlan onda yaxşı oğlan deyir. Necə ki, siz deyirsiniz, çiyinin çöldə qoyan qız yaxşı qız deyir, açıq geyinən qız yaxşı qız deyir. Mən şortik geyinən oğlana yaxşı oğlan kimi baxmıram. Kimono geyinən oğlana da baxmıram. Siz gedin özünüz bilərsiniz. Mənim sevgilim elə geyinənməz. Özünüz bilərsiniz. Siz nə deyirsiniz deyin. Heç mənim qulağıma da deyir. Mən özlüyümdə bilirəm nəyəm, nəçiyəm. Çünki oturmuşam burada yayında, hamısına söhbət edirəm. Tək yaşayan insanam. Evimə nə kişi girmir, nə kişi çıxmır. Özümü tanıyıram mən. Amma
Mən kimono geyinən oğlana yanımda gəzdirmərəm. Yaxşı edirəm. Sonra şort geyinən oğlan getsin başına abodok taxsın. Mənim yanımda gəzməsin. Hı? Çox pis xasiyyətim var, tünd xasiyyətim var, dəhşət. Mən də belə dəliyəm də. Dəliyəm mən.